Uşaqlar, salam, axşamınız xeyir. Deməli, e, 6-cı sinif məntiq kitabının izahlarına davam edirik. İlk 7 testin izahı artıq YouTube kanalında yerləşdirilib. Biz başlayaraq test 8. Birinci test. Şəkildə neçə kiçik kub var? Uşaqlar, ən rahat pul nədir? Nömrələmə. Bax, ən aşağıda birinci mərtəbədə olan bu 1 yazıram. Çünki altında yoxdur. 1. Bundan nisbətən bir mərtəbə yuxarı olanlara 2 yazıram. Bu nə deməkdir? Yəni 2. Burada hər sırada 2. Daha doğrusu sütunda 2 kub var. Bundan bir mərtəbə yuxarı olanlara 3 yazıram. Nə deməkdir? Yəni bunların hamısı 3'dür. Buradan bir mərtəbə yuxarı olanlar da olur 4. Gəlin hesablayaq. Neçə 4 var? 1, 2, 3, 4, 5, 6. 6 vur 4, 24. Neçə 3 var? 1, 2, 3, 4, 5. 5 vur 3, 15. 1, 2, 3, 4. 4 vur 2, 8. Bir də 1. Düzdür? 39. Üstə 1, 40. 48. Birinci testimizin düzgün cevabı A variantı. Şəkildə neçə ədəd kiçik kub var? Eyni qayda uşaqlar. Bir mərtəbə olanlara 1 yazıram. 2 mərtəbə olanlara 2 yazıram. Bu 3 mərtəbədir. Bu isə 4 mərtəbədir. Neçə 4 var? 3 vur 4, 12. Bir dənə 3'ümüz var. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 vur 2, 16'mız var. 1, 2, 3, 4, 5'imiz var. 15, 5, 20. 20 üstə gəl 16. Bu da bize verecek. D. 36. Fal əvəzinə hansı ədəd yazılmalıdır? 23 5 artır, 28 10 artır, 38 11 artır, 13 artır, 8 artır, 7 artır. Bu necə baş verir uşaqlar? 23 öz rəqəmlər cəmi 2 və 3 artır. 28 öz rəqəmlər cəmi, yəni 2 üstə gəl 8 artır. 38 3 üstə gəl 8 artır. 49 yani 23 5 artır 28 olur. 28 10 artır 38. 38 11 artır 49. 49 4 üstə gəl 9. 13 artır 62 olur. Bu şekilde devam edirik. 77 7 üstə gəl 7. Yani 14 artır olur 91. Dördüncü testə baxaq. Tərəzi tarazlıq vəziyyətindədir. Armudların hər biri eyni kütləyə malikdir. Bir armudumuz x olsun. Uşaqlar, tənlik alınır. 3x üstə gəl. 1, 2, 3, 4, 5, 6. 6 vur 3, 18. Burada isə 5, 5, 10, 6, 4, 10, 20, 28. 28 üstə gəl x. X'ları bir kəfə yığa bilərikmi? 3x çıx x, 28 çıx 18. 2x bərabərdir. 10'a x bərabərdir 5. Yəni bir armudum olur 5. 5 armud 5 vur 5. Düzgün cevabım 25. Şəkildəki figurda deməli, şəkildəki figurda kiçik kublar üst-üstə yığılmışdır. Bu figurun kub formasında tamamlanması üçün ən azı neçə ədəd belə kub lazımdır uşaqlar? Yəni deməli 1 2 3 4 4 4 4 4. Bir mərtəbə aşağıdır. Bunlar olur 3, bu da olur 1. Toplasaq 4 vur 4 16. 3 vur 6 18. Üzərinə də 3 əlavə etsək, burada var 37. Düzdürmü? Kub olmağı üçün bu 4'lüsü ən hündürü 4 vur 4 vur 4 olmalıdır. Yəni 64. Biz də bunu 64'e tamamlamaq üçün 64'ten çıxırıq 37'ni. Bu da bize verecek 27. Yani düzgün cevap C variantı. 6 da varmış. Düzbucaqlının uzunluğu 3 cm ise sahəsi 36 artıracaq. Mən şifahi yolunu öyrədim, sonra açıqlamasını verəcəm. Deməli biz 36'nı 3'e bölsək, alınan 12 uzunluğu artarsa deməli bu n'dir.
Eni 4 artarsa 60 artacaq. Yəni 60-ı 4-ə bölsək aldığımız 5 isə n artırsa deməli uzunluqdur. Perimetrdə tapmaq üçün 12 və 15-i toplayıb 27 2-yə vururuq 54. İndi niyə belə oldu? A vur B S imiş. Düzdürmü? İndi tutaq ki A uzunluqdur. Uzunluğu 3 artırsam vursam B-yə sahə 36 artacaq. Qrup açsaq AB üstəgəl 3B bərabərdir S üstəgəl 36. AB zaten S dediyinə görə hər tərəfdən islah olunur. 3B bərabərdir 36. 36-nı da 3-ə böldük. B bizə verdi 12. Yəni N. N 4 artarsa, yəni B üstəgəl 4-ü vursaq A-ya S 60 artacaq. Yəni AB üstəgəl 4-ə bərabərdir S üstəgəl 60. A vur B zaten S'dir. Ona görə 4-ə 60 olur. 60 da 4-ə böləndə 15. 15 və 12-yi toplayıb 2-yə vururuq. Bu açıqlamasını verdik. Yəni hardan aldıq, niyə aldıq, necə aldıq. Sonra 7-ci testə baxaq. Verilmiş naxışın tamamlanması üçün aşağıdakılardan ən uyğun olanı hansıdır? Uşaqlar, fikir versəz, bunlar simmetrikdir. Baxın, sağa baxın. Və bu hissə tam simmetrik gəlir. Düzdürmü? Baxın, tam simmetrik gəlir. O zaman tam simmetrik gəlirsə, eyni şey yuxarıdan aşağı da keçərlidir. Onun üçün tamamlamaq üçün bizə hansı variant lazımdır? Gəl baxaq variantlardan. Deməli, biz başlayacağıq burada. Burada şəkli çevirib də verə bilər. Diqqətli olun. Deməli, bizə lazımdır. Bu hissi olacaq. Bu tim belə. Deməli, bu deyil, bu deyil. Bunlar getdi. S və D. S və D-də isə, uşaqlar, S və D-də nə fərq var? Bir baxaq. Deməli, bu hissə gəldi. Bu hissədədir. Baxın. Bu hissəyə baxın, uşaqlar. Bu da daha belə. Yəni buna uyğun deyil. Ona görə düzgün cavab deyil. Bu biraz gözünüzün qabağında canlandırsaz, məncə başa düşəcəksiniz. Burada baxın, bu hissə daha biraz yaxından gəlir. Aradakı bucaq daha kiçikdir. Amma D variantı digərlərində daha çox oxşayır. Zahid əlindəki 80 qırmızı 25 yaşlı karandaşı fərqli qutuya yerləşdirmək istər ki, qutulardan ən az sayda və hər iki rəngdə karandaş olsun. Ən az sayda. Onda nə edək? 80-25, bunun neçə karandaşı var? 105. 8 qutuya bölək. Ən az sayda demir. 105-i 8-ə bölək. Deməli, hərəsində 1, 2, 3, 4, 5, 6, 7, 8 böldük. Hərəsinə neçədən düşür? 13, 13, 13, 13, 13, 13, 13 və 13. Bir dənə qalıb baxın. Məsələn, onu da gətirdim, verdim buna. Ən az sayda hərəsində 13 olsa, ən çox karandaş qoyulan qutu oldu 14. Bir dənə əlimdə qalıb baxın, onun atası deyiləm ki, qoydum bura. Ən çox karandaş olan qutuda 14-dür. Burada ən çox neçə yaşıl ola bilər? Burada ən çox yaşıl sayı ən çox olmaq üçün mən digər rəngi, yəni qırmızını ən az verirəm, yəni 1 verirəm. 14-dən biri qırmızı olsa ən çox neçə yaşıl ola bilər? 14 çıx 1, 13, C variantı. Nə deyir? Deyir, aşağıdakı cədvəldə qaydanı pozan ədəd hansıdır? Uşaqlar, cədvəl 4 və 8-i toplasam 12, 2-yə vursam 24. 9 və 3-ü toplasam və 2-yə vursam 24. Düzdürmü? 9 və 8-i toplasam 17, vursam 2, 34. 5 və 3-ü toplasam 8, 2-yə vursam 16. 5 və 8-i toplasam 13, 2-yə vursam 26. Amma baxın burada 4 və 3-ü toplasam 7, 2-yə vursam 14. Qaydanı pozan 12-dir. Çünki orada 14 olmalı idi. Gəldik 9, 10-cu suala. Aşağıdakılardan hansı
verilmiş şəklin döndərilmiş hal deyil. Ən asan versiya ilə mən üçbucaqdan kömək alsam görəcəm. Bax uşaqlar, üçbucağın üstünə baxın. Bax üçbucağın üstündən xətt çəkirəm. Baxın, üçbucaqla görmək əsas görürsünüz eyni. Üçbucağın üstündən bir xətt çəkirəm. Üçbucağın üstündən bir xətt çəkirəm. Üçbucağın üstündən bir xətt çəkəndə, baxın, hamısında üstü boşluğu idi. Buradan mı xətt kəsdi. Deməli, döndürülmüş halı deyil. B variantı. 11-ci çox maraqlı sualdır. 11-dən 425-ə qədər 1 və 25, 400 daxil 1 və 425 daxil olmaqla natural ədədlərin 8-ə bölünməsindən alınan bütün ədədlərin qalıqları cəmi. Yox, 1-i 8-ə böləndə zaten qalıq 1 bölünmür axı. 2-də elə 2-nin özü 3, 4, 5, 6, 7. 8-i 8-ə böləndə qalıq 0. Yenə davam etsəm 9-u 8-ə bölsəm qalıq 1, 10-u 8-ə bölsəm 2, burada 3, 4, 5, 6, 10, 11, hara getdim mən? 10, 11, 12, 13, 14, 15, 16. 16'yı 8'e bölsəm qalıq 0. Yəni bu şəkildə davam edir. Başa düşdünüz? Hər dəfə mən bunları 8-8 sıraya düşsəm, bütün sıralarda burada da yenə bax qalıq 1, qalıq 2, qalıq 3, qalıq 4, qalıq 5, qalıq 6, qalıq 7, qalıq 0. Düzdürmü? Yəni bu şey 8 dənədən bir təkrarlanacaq. Ona görə 425-i 8-ə bölürəm. Bu bizə verir 53, qalıq 1. Bu nə deməkdir? Yəni ən sonuncu sıra belədir. 417, 418, 419, 420, 421, 422, 423, 424, 425 burada qaldı. Yəni 53 dəfə təkrarlandı. Yəni 1, 2, 3, 4, 5, 6, 7, bir də sıfırın cəmi 53 dəfə təkrarlanır. Üstə gəl, ən sonuncu dəfə 425-i 8-ə böləndə qalıq 1. Çünki təkcə qalıqların cəmini istəyir axı. Toplasam 1 üstə 2, 3, 2 üstə 3, 6, 10, 15, 21, 28. 28-i vururam 53-ə, üzərinə də 1 əlavə edirəm. Sonu 5 ilə bitir. Cavab C. 11-ci testimizin düzgün cavabı. Və gəldik 12. Çox maraqlı tərəzi üsulu. Uşaqlar, yəqin ki, burada ədəd qoymaq üsulu da tətbiq eləyə bilərsiniz. Ya da ki, indi hər ikisini çalışaram izah edeyim. Məsələn, mən toplama üsulunu daha çox sevirəm. Baxıram ki, mən bunları bu ikisini alt-alta toplasam, yəni sağdakiləri 1, soldakiləri bir tərəfə yığsam, x, x, y, y, 1, 2, 3, 4, 5, 3, 4, 5 bərabərdir. Y, y, z, x, x, x. Hər tərəfdən, deməli, x gedir. Buradan 1x, buradan 1, burada da 1x gedir. Buradan 2y gedir. Burada da 2y qalır. Y, y bərabərdir zx. Bu mənə heç nə vermir. Birinci ilə qayıdıb bir də toplayıram. X, x-la bunları bir də toplayırıq. Yenə bizə nə verəcək toplayanda? X, x, y, y, z, x, y, z. Hər tərəfdən yenə də nəyi silə bilərəm? X gedər, y gedər, yenə y gedər. Qaldı x, y bərabərdir z, z. Düzdürmü? Axı, bu məndən 3z soruşur. 3z-dən 1z qalsın, 2z-in yerinə yazaram 2y. Düzdür. Şərt özü də deyirdi ki, xz-də özü 3y-dir. Bax, xz özü 3y-dir. 1y də var idi, cəm oldu 4y. Yəni, düzgün cavabımız B variantı. Məncə, inşallah asan da oldu. Ya da ki, növbəti üsul verə bilərsiniz. Ədəd qoyma üsulu yoxlaya bilərsiniz də. 5y, 3z. Məsələn, y-lərə gəlin 3 verək. 3 dənə y, 5 dənə x. Doğrudan da 15 bərabərdir 15 oldu mu? İndi yuxarı keçək. X-imiz nə idi? 5, 5, 5. Bu neçə oldu? 10. Y neçə idi? 3, 3. Deməli, z neçədir? 1. X-ə 5 düşəndə, y-ə 3 düşəndə, z-ə düşür 1. Bu bizdən nə soruşur? İnşallah düz yazdım. Ədədləri.
10, buranı səhv yazmışam. Çox üzür. Z bir yox. 3, 3. 6 üstə 4 gəlir. Z oldu 4. Bu məndən nə istəyir? E, 4, 4, 4. Yəni 12. 12 də doğrudan da 3, 3, 3, 3. 4 dənə 3 deməkdir. Düzgün cavab B variantı. Ya da istəsəz ədəd qoymaqla da hesablayaq. Bilərdiz. Uğurlar uşaqlar, növbəti izahlarda görüşərik. Gedim digərlərini də çəkim. İmtahana gedəm. Nə qədər çox izah çəksəm, siz nə qədər çox izaha baxsaz, o qədər yaxşıdır.